Hər vaxtınız xeyir olsun, dəyərli psixoanaliz izləyiciləri. Hər cümə olduğu kimi bu gün də efirdəyik. Bu gün fərqli bir konsept olacaq. İzləyicilərdən gələn sualları mən cavablandıracağam. Vaxt itirmədən suallara keçək. Bu gün daha çox suallar münasibətlərlə bağlıdır və fərqli-fərqli suallar var. Diqqətimi çəkən bir sual var və bunu psixoanaliz etmək istəyirəm. Mən münasibətlərdə çox tez bağlanıram, qarşı tərəf uzaqlaşanda sanki həyatım dağılır. Bu qədər asılı olmağımın səbəbi nədir? Bu təkcə münasibətlə bağlı bir mövzu deyil. Yəni bizim əgər bir travmamız varsa, o daha sonrakı həyatımıza da təsir göstərir və biz bilirik ki, şuuraltı 8 yaşına qədər tamamilə bütün məlumatları alır və bağlayır və daha sonrakı həyatımız elə 8 yaşa qədər ki, həyatımızın davamı olur. 8 yaşına qədər nəyi beynimizdə toparlamışıqsa və şuuraltına yerləşibsə, ondan sonrakı həyatımız bəzən buna bənzər həyatlar olur. Əgər ailədə biz sevilməyən, sevgisini bildirməyən bir ana-atanın yanında böyümüşüksə, o zaman təəssüf ki, bizim həyatımıza gələn insan da bu cür olacaq. Çünki bizim şuuraltımız nəyə götürdü burada daha çox? Sevgi sözlərlə olmur, hərəkətlə olur. Və bəzən də buna görə biz həyatımızda hərəkətləri ilə sevgisini gördüyümüz, amma heç bir şəkildə ifadə etməyən insanlarla qarşılaşırıq. Bu təkcə münasibətlərə aid deyil. Eyni zamanda bu dost münasibətlərinə də aiddir, rəfiqələrə də aiddir. Bənzər olayları götürür beyin. Əgər əvvəldən nə ilə tanış olmuşuqsa, sonrakı dönəmlərdə də həmin o tanış olduğumuz mövzunu özümüzə çəkmiş oluruq. Bu döngüdən qurtulmağımız üçün birinci növbədə mənim anam və atam necə bir insandır? Bunu cavablandırmalıyıq. Mənə sevgisini necə bildiriblər? O evdə mən dəyərli olduğumu hiss etmişəmmi? Necə bir sevgi modeli beynimdə yaranıb? Çünki hər kəsin sevgi modeli individualdır və ayrı-ayrıdır. Hər kəs sevgini başqa cür başa düşə bilər. Kimisi sevgini pulda görə bilər, maddiyatda görə bilər. Kimisi sevgini xoş sözləri deməkdə görə bilər və yaxud da kimsə sevgini ailə kimi hiss etməkdə görə bilər. Bugün biz sevgi münasibətində hər hansısa bir problem yaşaya bilərik, amma səbəbi uşaqlıqla bağlıdır mütləq. Hal-hazırda sizin yaşadığınız uşaqlığınızın nəticəsidir, uşaqlıqda yaşadığınızın nəticəsidir. Amma bunu köklü şəkildə həll etmək istəyirsinizsə, o zaman mütəxəssis dəstəyi ala bilərsiniz və bu döngüdən çıxa bilmirsinizsə özünüzə, o zaman mütəxəssis dəstəyi alaraq istiqamət ala bilərsiniz, hardan başlayacağınızı bilməyiniz üçün. Keçək digər suala. Uşaqlıqda atam çox sərt idi. İndi də həyatıma daxil olan kişilər ya çox sərt, ya da emosional olaraq uzaq olur. İnsan niyə uşaqlıqda gördüyü modeli təkrar edir? Bu öncəki suala bənzər sualdır. Və bugün daha çox bu suallar xanımlardan gəlir təəssüf ki. Və buradan bu vasitə ilə qız atalarına müraciət etmək istəyirəm ki, övladınızın hər duyğusunu icazə verin ki, sizinlə yaşasın. İlk duyğuların hər birini ata ilə yaşayan uşaqlar 1-0 həyatda daha öndədir. Məsələn, ilk sevgisi atalarına olur, ilk hədiyyəsi atasından gəlir. Rol model olaraq qadınlar atası kimi insanları həyatına çəkir. Əgər atası çox sərt olubsa, o zaman onun beyni, şuuraltı, öncəki sualda dediyim kimi ona tanıq olur, onu tanıyır və tanıdığı duyğuları özünə çəkir və sevgi dolu bir ailədə böyüyürsə, o zaman sevgiyə daha çox üstünlük verən insanla bərabər olur. Yəni bu tamamilə bizim məsuliyyətimizdir. Əgər biz ana-ata olmağa qərar veririksə, o zaman biz bilməliyik ki, bir insanın həyatının bünövrəsini biz qoyuruq. O bünövrə əgər yanlış olarsa, həyatına da yanlış insanlar çəkə bilər. Bugün atalar, analar daha çox şikayət edir, qızım səhv addımlar atdı, səhv insanla birlikdə oldu və yaxud da oğlum da həmçinin. Sadəcə olaraq qarşı tərəfə atır günahı. Mənim övladım bunu etdi. Amma o övladın o hərəkəti etməsinə vasitəçi olan birbaşa bizik, biz valideynlərik. Əgər sən sevgini, diqqəti, dəyəri vaxtında uşağına, uşaqlıq dönəmindən etibarən yaşatsaydın, o zaman bugün o hər səni sevirəm deyən insanın qarşısına qaçmazdı. Və yaxud da bugün qadınlar o qədər sevgi acizi olur ki, bəzən bir xoş söz eşitmək üçün illərini qurban edir. Bir xoş sözdən ötürü özündən fəda edir, fədakarlıq edir. Və bunun da hər birinin səbəbi biz valideynlərik əslində. Və uşaqlıqdan o uşağa sevgini verəriksə və onun o deposunu doldurarıqsa, başqasına ehtiyac duymaz. O zaman insan sağlam şəkildə sevgini yaşaya bilər.
Amma biz boşluğumuzu doldurmaq üçün sevgi hekayəsi yaşayırıq. Bu gün əksəriyyət gənclər seanslarda müraciət edəndə, eee, deyir ki, məsələn, sevgi göstərsin, diqqət göstərsin, dəyərli olduğumu hiss edim, şıltaqlıq edə bilim onun yanında, uşaq kimi ola bilim, rahat ola bilim, hər dərdimi onunla bölüşə bilim. Əslində bu insan, bir yoldaş axtarmır, bir həyat yoldaşı axtarmır, bir ata axtarır. Eyni şəkildə qayğı göstərsin mənə, diqqət göstərsin, mənim, bəzən nazımı çəksin deyən oğlanlar var ki, həmin oğlanlar həyatlarında bir ana modeli istəyir. Bu gün əslində biz görürük ki, sevgi modeli hər kəsin beynində ana-ata modelidir. Heç kim doğru sevgi nədir bunu bilmir. Heç kim bilmir ki, sevgini necə yaşamaq lazımdır, necə xoşbəxt ola bilərəm. Hər kəs o boşluğu doldurur və bir müddətdən sonra boşanmaların sayı da elə buna görə artır. Bəzən ata-ana yerini dolduran insanla birlikdə olur. O dolandan sonra depo artıq doyur və həqiqətən bir sevgi ehtiyacı duyur. Həqiqətən də bir sevgili, həyat yoldaşı ehtiyacı duyur. Buna görə boşanır və yaxud da umur ki, bəlkə bir ümid mənim o ata boşluğumu doldurar, bir ana boşluğumu doldurar. Ailə həyatı qurur və görür ki, yox. O boşluq nə etsə də bir insan atadan, anadan başqa bunu heç kim doldura bilməz və ondan sonra artıq boşanma qərarı alır. Bunların da hər biri təbii ki, bizim doğulduğumuz ev bizim qismətimizdir, taleyimizdir. Doğulduğumuz evdə necə bir şəraitdə böyüyürüksə, təəssüf ki, o şəraitdən çıxmaq istədiyimiz halda yenidən o şəraitə düşürük. Buna bir misal çəkim. Bir xanım, anonimlik qorunacaq və ad çəkilmir, atasından sevgi görmür, anası daima ona şiddət göstərir. Evdə xoş hiss etmədiyi üçün, özünü yaxşı, xoşbəxt hiss etmədiyi üçün deyir ki, bəlkə ailə quraramsa bu hissi yaşayaram. Amma bəli, təəssüf ki, bu bir müddət belə davam edir. Qarşısındakı insan ona çox xoş davranır, onu xoşbəxt edir, ona sevgi sözləri ilə yaxınlaşır, hədiyyələr, diqqət, qayğı və s. Evliliyinin 3-cü ilindən sonra yenidən görür ki, o boşluq hissi yenidən xatırlayır xanım və o tanış idi duyğu ilə. Və daha sonra görür ki, yox, mən 3 ildir, 2 ildir bu xoş duyğunu yaşayıram. Amma əslində yenə də həmin tip insanla bərabər olmuşam. Yenə də öz ailəmi daşıyacaq bir insanla, ailəmin miras kimi qoyduğu bir insanla əslində bərabər olmuşam. Bu o deməkdir ki, artıq ola bilər ki, biz qarşı tərəfin sevgisini görə bilərik, diqqətini görə bilərik, atamızda, anamızda görmədiyimizi onda görə bilərik. Beynin fokus nöqtəsi diqqət, qayğı görməkdədir. Və sən əgər həmin o insanla bərabər olursansa, artıq digər xüsusiyyətlərini görmürsən. Beynin fokus nöqtəsi atadan, anadan almadığı sevgini, qayğını, diqqəti qarşı tərəfdə görmək idi və buna ehtiyac duyurdu və bunu görürdü. Amma həmin o kişinin başqa bir xüsusiyyətlərini görmür. Məsələn, şiddət göstərdiyini görmür və yaxud da onunla acı danışdığını görmür, onu saymadığını görmür, özü istədiyi zaman diqqət, qayğı göstərdiyini görür. Bu o deməkdir ki, artıq biz yağışdan çıxıb yağmura düşürük. Əslində, orada o problemi biz həll etsəydik, özümüzə zaman ayırsaydıq, bir mütəxəssisə müraciət etsəydik, o zaman eyni həyat hekayəsini təkrarlamazdıq. Bugün gənclərin ən böyük etdiyi səhv, aşiq oldum, sevgi duydum və evlənməliyəm. Belə bir anlayış yoxdur. Yəni, bu olmamalıdır belə. İnsan sevgi duyduğu zaman, aşiq olduğu zaman evlənməməlidir. Bəli, hisslərimiz önəmlidir, emosional olaraq önəmlidir. Amma mən qarşı tərəfə necə bir hiss, hansı duyğunu bəsləyirəm, bunu bilməlidir insan. Mən anamı, atamı mı axtarıram? Anamın, atamın mənə vermədiyi, ehtiyac duyduğum duyğunu mu onda görmək istəyirəm, onu da yaşamaq istəyirəm? Yoxsa həqiqətən də mən o insanı özünün var olduğu üçün sevirəm? Bu iki sual arasında çox böyük bir fərq var və həmin bu fərqi aradan qaldırmaq üçün mütəxəssisə müraciət etməyiniz mütləqdir. Evlilik öncəsi mütəxəssisə müraciət olunmalıdır. İstər dünya görüşünüz olsun, istər situasiyalardan necə çıxa bilərsiniz? Hər zaman evlilik güllük gülistanlıq olmur. Evlilik balayı ərəfəsindəki kimi olmur. Onun enişi var, yoxuşu var, onun maddi çətinliyi var, mənəvi çətinliyi var, bəzən olur maddi yüksəlişi olur. Yəni, bunların hər biri bir həyat tempidir və biz o həyat tempində birlikdə addımlaya biləcəyikmi, yoxsa elə yarı yolda bir-birimizin əlini buraxacağıq mı? Bu suala cavab verdiyimiz təqdirdə artıq münasibətlər bizim üçün aydınlanmış olacaq. Ümid edirəm ki, bu sualı da aydın şəkildə izah edə bildim.
Digər sualımız isə budur ki, anamla münasibətim çox ağırdır. Mənim 30 yaşım olsa da, ondan təsdiq almadan qərar verə bilmirəm. Bu asılılıqdan necə çıxmaq olar? Birinci növbədə mən bu hissi nə zaman yaşamışam sualını özünüzə verin. Nə zaman anamdan asılı olduğumu artıq hiss etmişəm. Bir dönəm var ki, orada asılılığı hiss etmirik. Amma hansısa bir mövzu və yaxud da hansısa bir hadisə bizə onu göstərir ki, aydınlanma yaşayırıq ki, mən anamdan asılıymışam. Birinci növbədə bu mövzunu tapmaq lazımdır və bunu bilməliyik ki, anamızın, atamızın bizə qarşı davranışları onların da öz anasından və atasından keçmə davranışlardır. Əgər çox böyük ehtimal ki, həyatınıza bir göz atarsınızsa, görəcəksiniz ki, onun da anası atası o cür böyüdüb. O da anasından asılı halda böyüyüb. Və yaxud da asılı anlayışı sizə görə nədir? Bəlkə həqiqətən də asılılıq yaşamırsınız, sadəcə olaraq bunu elə zənn edirsiniz. Sizə görə asılı olmaq necə olmaqdır? Və bu sizi nə üçün narahat eləyir? Çox vaxt asılı olmaq yox deməyi bacarmamaqdan irəli gəlir. Qarşı tərəf üzülməsin deyə, onu incitməyim deyə yox deyə bilmirəm. Və görürəm ki, anam nə istəyirsə, mən onu etməyə başlayıram. Nəinki anam, bu hər cür mövzulara daxildir. İstər rəfiqə münasibətlərinə, istər münasibətlərimizdə, şəxsi münasibətlərdə də bu belədir. Mən əgər yox deməyə bacarmıramsa, bunun da kökü gəlir çıxır özümüzə dəyər verməməyə. Yəni, əgər həyatımızda bir şey baş verirsə, o zəncirvari nə ilənsə bağlı olur. Əvvəlki dönəmlərlə bağlı olur. Mən güvən hissini qarşı tərəfə vermişəmmi? Hansı mövzuda sizə şübhə duyur? Və yaxud da şübhə duyduğunu dilə gətiribmişsə, yoxsa sadəcə bunu hiss etmisiniz? Ən yaxşısı oturun danışın. Mənə nə üçün güvənmirsən? Və yaxud da harda şübhə edirsən? Sənin hansı travman var? Anan, atan səni necə böyüdüb? Mən sənə necə yardımcı ola bilərəm ki, birlikdə çıxaq buradan? Bir var ki, anamızın təməl olaraq qoyduğunu miras olaraq davam etdirmək. Bir də var ki, o zənciri qırmaq. Bu zənciri qırmaq isə sizə düşür. Əgər aydınlanma yaşamısınızsa, ki, yaşamısınız, bu sualı verirsinizsə, zaten aydınlanma yaşamısınız, deməli, bu zənciri qırmaq da sizin öhdəliyinizə düşür. Niyə özümü təsdiqə ehtiyac duyuram? Anam məni təsdiq etmədən mən necə bir insanam? Və yaxud da biz fərqli-fərqli dünyaların insanlarıyıq. Onlar, məsələn, A nəslidir, biz Z nəsliyik və onların düşüncə tərzi ilə bizim düşüncə tərzimiz təbii ki, üst-üstə düşməyə bilər. Onlar üçün ayıb anlayışı bizim üçün normal bir anlayışdır. Psixologiyanın bu qədər inkişaf etdiyi dövrdə təbii ki, bizim yanaşma tərzlərimiz, baxış bucaqlarımız fərqlənir. Mən anamı üzməmək üçün nə vaxt özümdən fəda etmişəm və yaxud nə üçün hələ də fəda etməyə davam edirəm. Əgər o xoşbəxt olacaqsa, o xoşbəxtliyin içində mən özümü xoşbəxt hiss etmirəm. O zaman önəmli olan kimdir? Biz görürük ki, burada ananızı daha çox önəmli yerə qoymusunuz. Mərkəz hissə anadır, daha sonra sizsiniz. Bunu uşaqlıqdan da bağışlayırlar, təəssüf ki, valideynlər övladlarına. Hansı ki, uşaq harasa rəfiqəsi ilə getmək istəyirsə və yaxud da harasa çölə çıxmaq istəyirsə, ana deyir ki, getmə, mən özümü yaxşı hiss etmirəm. Və yaxud da get, amma tez qayıt. Sən gec gələndə özümü yaxşı hiss etmirəm, tək qalıram, sıxılıram. Burada elə bilirik ki, anamız bizi sevdiyi üçün bizi yanında görmək istəyir. Amma görürük ki, bunun psixoloji olaraq tərəflərini. Ananın hissi övladınkindən daha önəmlidir. Yəni, mən sıxılıram sən gedərsənsə, bu deməkdir ki, artıq sən xoşbəxt olacağın şeylərdən vaz keç, mənim hissimi önəmli tut, mərkəzə sal və bu cür həyatına davam et. Və biz də bu cür mühitdə böyümüşüksə, təəssüf ki, elə bünövrə yanlışdır. Bunu kökdən həll etmək lazımdır. Bunun üçün həyatımda önəmli insan kimdir? Sualını cavablayın. Çox vaxt bu sualı cavablandıranda önəmli insan mənim həyatımda anamdır, atamdır, övladımdır, yoldaşımdır deyirik. Amma heç kim özümdür demir. Bu o deməkdir ki, artıq biz uşaqlıqdan öyrəşmişik ki, ətrafımızdakı insanlara, sevdiyimiz insanları mərkəzə qoyub özümüzü fəda edərək arxaya qoymağımızdır əsas problem. Və bunu da qarşısını almaq üçün özünüz bu döngüdən çıxa bilmirsinizsə, mütləq mütəxəssis dəstəyi almalısınız. Növbəti sualımız belədir. Bəzən özümü başqaları ilə çox müqayisə edirəm və özümü dəyərsiz hiss edirəm. Özünü dəyər hissi necə formalaşır? Çox vaxt biz bunu deyirik ki, valideynlərdən asılıdır. Burada valideynləri də günahkar çıxartmayaq. Onların da gördüyü və tərbiyə sistemi budur. Daima bizə deyilib ki, çıx qonağa salam ver və yaxud da
Qonağın yanına, qarşısına get, onunla salamlaş, onunla görüş və yaxud da özümüz istəmədiyimiz halda, əm, dur, məsələn, xalan inciməsin deyə onlara qonaq gedək. Bunların hər biri təbii ki, bizim özümüzə dəyərimizi sorğuladır. Bu da təbii ki, yenə də uşaqlıqdan keçib. Bunun üçün bu suala cavab verməlisiniz ki, mən uşaqlıqda dəyərsizliyi ilk dəfə nə zaman yaşadım? Mənə görə dəyərsizlik hissi nə deməkdir? Dəyərli olaramsa necə olaram? Dəyərsiz olaramsa necə olaram? Bunların fərqinə bir baxın və burada əgər siz özünüzə dəyər vermirsinizsə, bunu başqalarından da gözləməyin. Məsələn, mən özümə necə dəyər verirəm? Əgər mən küsdüyümü, incidiyimi qarşı tərəfə bildirmirəmsə, o zaman qarşı tərəf deyəcək ki, küsmür onsuz da və yaxud da incimir. İnciyən insana daha çox yönələcəklər. Özünün fikrini ifadə eləyən, sözünü deyən, inciyən, küsən insana daha çox önəm verirlər. Bunu məsələn həyatınızda bir göz atın, baxın. 3 nəfərdən 2 nəfər sözünü deyəndirsə, o zaman qarşı tərəf gələndə o 2 nəfərə söz verəcək. O 2 nəfərin qarşısına gedəcək, ona dəyərli olduğunu göstərəcək. Amma sizə o dəyəri göstərməyəcək. Niyə? Çünki əvvəldən siz özünüzü necə tanıtmısınız ona? Küsməyən, inciməyən, heç nədən qırılmayan, fikrini ifadə etməyən, hisslərini içində yaşayan, bunların da hər biri təbii ki, bizim dəyər anlayışımızı formalaşdırır. Əgər qarşımızdakı insanın, rəfiqələrimizin, dostlarımızın, valideynimizin, şəxsi münasibətimizdə yoldaşımızın, sevgilimizin bizə dəyərli hiss etdirməyini istəyiriksə, ilk öncə bu dəyər anlayışını özümüzdə formalaşdırmalıyıq, özümüzə dəyər verməliyik. Özümüzə dəyər vermək, mən bugün çox dəyərliyəm və yaxud da bunu hər zaman dilə gətirərək demək deyil, bunu hərəkətlərdə göstərməkdir. Lazım olduğu situasiyalarda yox deməyi bacarmaqdır. Lazım olduğu situasiyalarda incidiyini demək lazımdır və yaxud da küsdüyünü, bu hərəkətin sənin üçün xoş olmadığını bildirməlisən ki, artıq qarşı tərəf bilsin ki, sənin dəyər anlayışın necədir. Çünki hər kəsin dəyər anlayışı tamamilə fərqlidir. Ola bilər ki, sizin üçün diqqət, qayğı göstərən bir insan da sizi dəyərli hiss etdirə bilər və yaxud da mənəvi cəhətdən, maddi cəhətdən sizi təmin edən, eyni zamanda o boşluğunuzu dolduran insan da dəyərli hiss etdirə bilər. Hər kəsin sevgi anlayışı individual olduğu kimi, təbii ki, dəyər anlayışı da individualdır. Heç nə üçün gec deyil. Bugün sizin 30 yaşınız varsa, 35 yaşınız varsa, indiyə qədər dəyər anlayışını formalaşdırmamısınızsa, bu o demək deyil ki, bundan sonra da olmayacaq. İstənilən hər bir anda insan özü dəyişərsə, ətrafındakı insanlar da, onların hərəkətləri də dəyişər. Biz bunu boş-boşuna demirik ki, sən gəl, dəyiş, ətrafındakı insanların dəyişdiyini də görəcəksən. Bunu mənim pasiyentlərim daha yaxşı bilir. Təbii ki, onlar da izləyəcəklər. Əgər bizdə dəyişim baş verirsə, baxış bucağımız dəyişirsə, dünya görüşümüz dəyişirsə, hadisələrə qarşı verdiyimiz reaksiyalar dəyişirsə, görürük ki, ətrafımızdakı insanlar da dəyişir. Əslində onlar dəyişmir. Onların bizə qarşı olan davranışları dəyişir. Niyə? Çünki artıq sən bilirsən yox deməyi. Çünki sən bilirsən artıq özünə dəyər verməyi, özünə sevgi göstərməyi. Bu zaman təbii ki, həmin insanlar da sənə sənin dilindən xitab edəcəklər. Əgər sən mənə heç nə olmaz, qarşı tərəfə olsun, mən heç nə olmaz, mən bugün getmərəm, tək ki qarşımdakı insan xoşbəxt olsun, o getsin harasa və s. kimi fədakarlıq edirsinizsə, bilin ki, çıxdaş olanda o qrupdan çıxarılan insanlardan ən birincisi siz olacaqsınız. Bunun üçün də birinci növbədə özünüzə dəyəri dildə deyil, hərəkətdə insanlara yansıdın. Keçək növbəti sualımıza və bu sual həddindən artıq çoxdur və ümumiləşdirib cavab verəcəm. Uzun müddətdir münasibətim yoxdur, getdikcə insanlara etibar etməkdə çətinlik çəkirəm. Etimad problemi necə yaranır və nə üçün insanlar artıq evlənmək istəmir? Bu sual yenə də gəlir bizim uşaqlıq travmalarımıza dayanır. Təəssüf ki, və ətrafımızdakı, çevrəmizdəki insanların ailə həyatları bizə təsir göstərir. Qorxularımız burada işə keçir və qorxularımız həyatımızı idarə etdiyi üçün biz münasibətdən qaçırıq, evlənməkdən qaçırıq, ana olmaqdan qaçırıq, ata olmaqdan qaçırıq və burada hər birinin başlıca səbəbi məsuliyyət götürməkdən qorxmaqdır, rolunu yaxşı icra etməməkdən qorxur və uşaqlıqda mənə ailə anlayışı necə yüklənib? Gəlin bu sualı cavablandıraq. Mən ailəyə qarşı hansı hissi yaşayıram? Ailə olmaq mənə görə nə deməkdir? Ailəm olarsa necə bir ailə olar? Və ailəm olarsa hansı qorxularım üzə çıxır? Mənə görə münasibətdə olmaq hansı qorxunu mənə yaşadır?
Gözünüzü yumun və bir anlıq təsəvvür edin ki, ailəlisiniz, sevdiyiniz insanla ailə qurmusunuz, övladınız var. Bu hiss sizə necə gəlir? Soyuq ya isti? Özünüzü necə hiss edirsiniz? Xoşbəxt, yoxsa qorxu dolu, bədbəxt? Bunların hər biri sizin o münasibətə qarşı verdiyiniz reaksiyanı ölçür. Məsələn, soyuq hiss edirsinizsə, deməli özünüzü hələ də hazır hiss etmirsiniz, məsuliyyətdən qaçırsınız. O rolu yaxşı şəkildə icra etməməkdən qorxursunuz. Ailə olmaq anlayışı niyə görə sizə görə qorxudur? Ola bilər ki, deyə bilərsiniz ki, mənim ətrafımda rəfiqələrim var, dostlarım var, ailə qruplar, sonra boşanıblar, qarşı tərəf dəyişib, dəyişimindən qorxuram. Birdən əgər indiki kimi qalmarsa mənim münasibətim. Bu kimi qorxular sizin ətrafınızdakı insanların qorxularıdır. Onların yaşadıqlarıdır. Onun sizinlə heç bir əlaqəsi yoxdur. Məsələn, buna bir terapiya etkisi verəriksə, bir psixoanaliz edəriksə, o zaman qarşımda bir pasiyent əyləşir və deyir ki, mənə görə münasibətdə olmaq hər şeyin sevgili dönəmində yaxşı olub, evlənəndən sonra dəyişməsi deməkdir. Evlənəndən sonra adiləşməyim deməkdir. Bir də mən onun gözündə adiləşərəmsə, övladım olar və mənə artıq vaxt ayırmazsa, sadəcə o münasibətdə illərimi fəda etməkdən qorxuram. Bu kimi qorxular və yaxud boşanmaqdan qorxuram, tək qalmaqdan qorxuram, həyat yoldaşımın ölməyindən qorxuram. Bu kimi qorxular həddindən artıq çoxdur və hər kəsin ətrafında gördüyü hadisələr onun qorxusunu biraz da qabardır. Və bunun üçün mən həmin pasiyentə deyirəm ki, sənə görə ailə anlayışı nə deməkdir? Ailən olarsa ən pis nə olar? Ailən olarsa ən yaxşı nə olar? Və bax gör, ən pis nə olar sualına özünmü cavab verirsən, yoxsa ətrafındakı insanlara istinadən o cavabı verirsən? Bu o deməkdir ki, artıq mən əgər rəfiqəmin münasibətini özümə qorxu olaraq yükləmişəmsə, məsələn, filan kəs də ailə qurdu, çox sevdilər bir-birlərini, qarşı tərəf xəyanət elədi və yaxud da boşanma astanasındadılar. Bu onun qorxusudur. Bu onun həyat hekayəsidir. Bu sənin rəfiqənin həyat hekayəsidir. Bunun səninlə heç bir əlaqəsi yoxdur. Bu o demək deyil ki, rəfiqənin yoldaşı ona xəyanət edibsə, onu aldadıbsa, onu tərk edibsə, sənin də qarşındakı insan xəyanət edəcək. Hər kəsin özünün individual şuuraltısı varsa, şuuraltı qorxuları varsa, hər kəs fərqli ailələrdə böyüyürsə, hər kəs fərqli valideynlərin çevrəsində böyüyürsə, o zaman hər kəsin qorxuları da tamamilə bir-birindən fərqlidir. Ola bilər sizin cavabınızı eşidər kimiyəm, ola bilər deyərsiniz ki, mənim rəfiqəmlə yaşadıqlarım bəzən üst-üstə düşür, bəzən taleyimiz oxşar olur və yaxud da qarşımıza çıxan insanlar bəzən oxşar olur. Bu sizin bir-birinizin qorxularının sanki bir bultuz kimi bağlanmasına irəli gəlir. Sən özünü onun yerinə qoyursan, necə sualını verirsən və başlayırsan bunu həyatına çəkməyə. Hər zaman pasiyentlərimə, tələbələrimə, ətrafımdakı insanlara bir sözü demişəm ki, heç vaxt kiminsə yerinə özünü qoyaraq necə sualını vermə. Məsələn, bizə sual verirlər ki, xəyanəti bağışlayarsan? Artıq avtomatik olaraq bu düşüncə bizim beynimizə gəlir, biz onu canlandırırıq gözümüzün önündə, sanki bizə bir xəyanət olurmuş effektini veririk və bir müddətdən sonra görürük ki, həmin həyatı özümüzə çəkmişik. Bu o deməkdir ki, mən nəyi düşünürəmsə, onu həyatıma çəkirəm. Bunun üçün də bu kimi sual verən insanlara mən o həyat hekayəsini yaşamamışam, bu suala cavab verə bilmərəm deyərək mövzudan keçin, özünüzü onun yerinə qoyaraq ətrafınızdakı insanların qorxularını özünüzdə böyütməyin. Yəni, sanın ki, sizin bir qorxunuz yoxdur və yaxud da çox kiçik bir qorxunuz var. Hər dəfəsində rəfiqələrinizlə, həyatınızdakı insanlarla danışdıqca, hadisələrlə rastlaşdıqca, kinolara baxdıqca, onların hər biri o qorxunu milli-milli böyüdür. Və daha sonra isə o qorxu sizi içinə alır və başlayır həyatınızda təzahür etməyə. Növbəti sualımız isə budur ki, bu iki sualı birləşdirərək cavab verəcəm, çünki bir-birindən əlaqədardır. Mən münasibətdə olanda qarşı tərəf mənə çox yaxşı davranırsa, o insandan qaçıram və o insanın yanında darıxıram. Amma sərt, laqeyd insanlara daha çox bağlanıram. Bu niyə belədir? Və digər sualımız isə budur ki, bəzi kişilər niyə sevdiyini deyir, amma ciddi addım atmır. Bu manipulyasiyadır, yoxsa qorxu? Əgər sərt, laqeyd bir insan həyatınızda varsa və həmin tip insanları həyatınıza çəkirsinizsə, o zaman ata tərəfinizi sorğulayın. Atanızdan hansı sevgini almısınız və hansı sevgiyə öyrəşmisiniz? Verilişin əvvəlində dediyim kimi biz tanış olduğumuz mövzuları, hadisələri və insanları həyatımıza çəkirik. Qarşımıza 10 nəfər insan gəlsə, biz sadəcə tanış olduğumuz insanları
hansı duyğuya ki tanış olmuşuq uşaqlıqda, həmin tip insanı seçəcəyik. Digər insanlar qalacaq orada. Bəzən də olur ki, bu sual gəlir ki, Zərə xanım, niyə mənə dəyər verən insanların yanında olmuram, onlarla münasibət qurmaq istəmirəm, amma mənə qarşı bir var, bir yoxmuş kimi davranan insan, biraz sərt davranan insanlar mənə daha çox xoş gəlir və o insanla münasibət qurmaq istəyirəm. Mənə dəyər verən, diqqət göstərən insanla qaçıram, amma mənə dəyər göstərməyən insanla daha da bağlılıq duyuram. Bu bizim bağlanma stilimizdir. Hər kəsin bağlanma stili tamamilə fərqlidir. Yenə də dediyim kimi, bu bizim uşaqlığımızla bağlı bir mövzudur. Və əgər münasibətimizdə bu artıq bizi narahat edirsə, bu sualı artıq vermisinizsə, deməli uşaqlığınızı artıq biraz gözdən keçirməlisiniz. Məsələn, mən necə bir münasibətə özümü hazır hiss edirəm, necə bir münasibət qurmaq istəyirəm. O sərt davranan insanın xüsusiyyətləri nələrdir? Onda hansı duyğunu keçirdirəm? Mənə dəyərli hiss etdirən insana qarşı necə hiss keçirdirəm? Burada artıq bəlli olur ki, zaten mən mənə dəyər verən insanları həyatımda istəmirəm. Çünki dəyərin nə olduğunu bilmirəm. Mənə dəyərli davranan insan mənə niyə dəyərli davransın ki? Özümə layiq bilmirəm bunu. Və yaxud da məni niyə çox sevsinlər? Mənə nəyə görə dəyərli hiss etdirsinlər? Yəni bu kimi cümlələrin hər biri artıq bizə onu göstərir ki, mən layiq olduğum insanı həyatıma çəkirəm. Sən həqiqətən dəmi sərt, sənə diqqət göstərməyən, sevgi göstərməyən, bir var, bir yoxmuş kimi davranan insanı özünü layiq görürsən? Bu sualı cavablandırandan sonra ümidvaram ki, sizdə aydınlanmış olacaq bir çox mövzular. Və keçək digər sualımıza, niyə bəzi kişilər sevdiyini deyir, amma ciddi addım atmır? Bu qarşı tərəfdə axtarmamışdan öncə biraz özümüzə göz ataq. Mən ciddi münasibətə hazırammı? Ailə qurmağa hazırammı? Mənim ailə qurmaqla bağlı qorxularım varmı? Bu suala cavab verəndən sonra görəcəksiniz ki, artıq siz həqiqətən də elə hazır olduğunuz və istədiyiniz, ağlınızda olan həyatı yaşayırsınız. Çox vaxt gəlib deyirlər ki, Zərə xanım, mən evlənmək istəyirəm, amma evlənəcək insan yoxdur. Amma onun terapiyada şüuraltısına baxırıq ki, evlənməklə bağlı o qədər qorxuları var ki, bu qorxularla o insanı zaten həyatına çəkə bilmərsən. Deməli, biz artıq burada birinci növbədə baxmalı olduğumuz mövzu, mən evliliyə necə baxıram? Mən ciddi münasibətə necə baxıram? Əgər burada qorxularınız istəklərinizdən daha çoxdursa, o zaman qorxularınızı yaşayırsınız və buna görə də qarşınızdakı insan sizə ciddi addım atmır. İkinci bir hissəyə də baxaq. Hazırsınız, qorxularınız yoxdur, evlənmək istəyirsiniz, amma qarşınızdakı insan sizə evlilik təklif etmir, münasibətinizi ciddiyə aparmır. Bu artıq onun özü ilə bağlı olan problemdir. Məsuliyyət almaqdan qorxur, atası kimi olmaqdan qorxur və yaxud atası kimi ola bilməməkdən qorxur. Təbii ki, qorxular fərqlidir. Mən buna görə hər dəfəsində vurğulayıram ki, evlilik öncəsi, sevgili olduğunuz dönəmdə ən azı heç olmasa bir dəfə də olsa diaqnostikada iştirak etməlisiniz. Ən azından bir-birinizin düşüncə tərzini biləsiniz, hadisələrə qarşı yanaşma tərzinizi biləsiniz, dünya görüşünüzü biləsiniz. Bir problem olarsa mən bu problemdən onunla bərabər necə çıxa bilərəm? Və yaxud da bəlkə bir problem olan kimi hər iki tərəf də qaçan tərəfdir. Münasibəti toparlayan, o problemin öhdəsindən gələn deyil də özünə çəkilən tərəfdir. Bu artıq bizim üçün həyəcan təbili çalır ki, münasibətdə hər şey dörd dörtlük davam etmir. Hər zaman da bir-birinizə canım, sevgilim deyə bilmərsiniz. Bunun problemləri də olur, bunun bəzən yox anı da olur. Bu hissdə, bu duyğuda siz hər iki tərəfdə özünüzə çəkiləcəkmi? Və yaxud da bu hadisəni yaşayarsa, hər şey çox yaxşı gedirdi, birdən-birə tamamilə hər şey alt-üst oldu. O zaman ayrılacaqsınızmı? Çox vaxt qaçan tip insanlar münasibətdə o problemin öhdəsindən birlikdə gəlməyi deyil də, daha çox qaçmağı tərcih edirlər. Bunun üçün də diqqət etməlisiniz. Burada sizin önəmli olaraq görməli olduğunuz məqam, bir ailə sizi böyüdür, ikinci ailəyə hazırlayır. Və ikinci ailəni siz necə istəyirsinizsə elə yaşayacaqsınız. Hansı travmalarınız varsa, hansı qorxularınız varsa, hansı istəkləriniz varsa, o formalaşdıracaq. İkinci ailənin təməlini birincinin təməli kimi etməməyiniz üçün mütəxəssis dəstək almalısınız. Ən azından bir-birinizi daha yaxşı tanıya bilməyiniz üçün. Münasibət elə bir anlayışdır ki, burada sən nə rəngi sevdin, hansı yeməyi sevdin, hardan gəldin, hardan getdin, qısqanclıqlar edərək və yaxud da davalarla bir-birinizi tanıya bilmərsiniz. Bunun üçün birinci növbədə qarşılıqlı şəkildə sakit oturub danışa bilirəmmi o insanla? Fikrimi izah edə bilirəmmi? O insan məni həqiqətən dinləyirmi? Bu suala cavab verməlisiniz özünüzdə. Onu artıq beyninizdə formalaşdırmalısınız ki, ikinci ailə mənim əsas ailəmdir. Mən bu ailənin bünövrəsi üçün mən yox,
biz nə edə bilərik? Burada önəmli nüanslardan biri də odur ki, hər iki tərəf də mən olaraq deyil də biz olaraq formalaşdırmalıdır o ailənin təməlini. Bu artıq daha bünövrəsi sağlam ailə olacaq. Belə bir psixoanalizin daha sonuna gəldik. Ümidvaram ki, suallarınızın hər birinə cavab tapdınız. Növbəti verilişdə görüşərik.